başı tutulub. Həmin şəxslər qanunsuz silahlı birləşmələr və ya qruplar yaratmaqda, partlayış, yanğın törətməkdə, dini düşmənçilik yaymaqda təqsirli bilinirlər. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan vətəndaşları Şirxan Xasaylı, Rövşən Mikayılov, Elşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubov tutulub. Həmin şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, onları silahla, döyüş sursatı ilə yaxud əskəri ləvazimatla təchiz etmə, terrorçuluq, Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayan, vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq adı altında dini düşmənçilik zəminində Azərbaycanın hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə və digər hüquqa zidd əməllərin törədilməsinə görə şübhəli şəxs qismində saxlanılıblar. Adı çəkilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qəti imkan tədbiri seçilib. Onlardan Rövşən Mikayılov barəsində istintaq tamamlanaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Həmin məhkəmənin 25 avqust 2015-ci il tarixli hökmü ilə Rövşən Mikayılov ittiham olunduğu cinayətlərdə təqsirli bilinərək 13 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Sonra bir evə apardılar. O evdə bir ay məni saxladılar, hardasa qaldım orada. Apardılar təlimə. Bir həftə hardasa qaldım orada. Oran samolyot gəlib gedirdi. Samolyot gəldi, vurdu oranı. Yaralandım orada, özümdən bitdim. Digər 4 nəfər barəsində istintaq əməliyyat tədbirləri davam etdirilir. Müəyyən edilib ki, Şirxan Xasaylı, Rövşən Mikayılov, Elşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraq ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən IŞİD terrorçu təşkilatın fəaliyyətində iştirak ediblər. Suriyaya getməyim 2013-cü il 7 dekabrda Bakıdan çıxmışam. Bakıdan samolyotla İstanbula, Atatürk Hava Limanı. Oradan da avtobusla Suriyanın sərhədinə, oradan da qaçaqçı ilə Suriyaya keçmiş. Orada da Azər cəmaatına, Müsabın cəmaatına qalxdı. O cəmaat hansı qruplar kimi tabi edir? İşçinin özünə tabi edir. Türkiyədə qarşıladılar. Ömər adlı Türk vətəndaşı. Xalid adlı da o tərəfdən yola saldı, keçiddən. Ondan sonra bir 15 gün qaldım orada, Meyyədində. Meyyədindən sonra Əbqayım şəhərinə getdim. Yaralandım. Hansı cəmaatın tərkibində? Tabıq cəmaatının tərkibindeydim. Əskərdən yeni gəlmişdim. Əskərdən təzə gəlmişdim, 21 yaşım var. Heç nə, onların sözünə inandım. Onlara qoşuldum, getdim. Getdim Suriyaya, Türkiyədən. Türkiyə getdim, Türkiyədən Suriya. Suriyadan keçdim, getdim Muaskarda oldum. Muaskarda olduğum dönəmdə gördüm orada haqsızlıq eləyirlər. Yalan danışırlar, bizi aldadılar, bizdən istifadə eləyirlər. Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Qeyd edək ki, göstərilən cinayətlərin törədilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan cəza müddətləri artırılaraq 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları ilə müəyyən edilib. Ötən gün ermənilərin Tərtər rayonunun Qapanlı kəndində qurulan toy mağarını atəşə tutması nəticəsində yaralılardan 3 nəfərdən ikisi artıq xəstəxanadan evə